Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini həyat yoldaşı Məhəmməd Pənahov tərəfindən şiddətə məruz qaldığını deyir. Qafqaz Media xəbər verir ki, o hadisənin ABŞ-da baş verdiyini iddia edib və Azərbaycana qaçaraq həyatda qala bildiyini vurğulayıb. Onun sözlərinə görə həyat yoldaşı spirtli içki aludəçisi olub. Qadın bildirib ki, əri pivə butulkalarını içdikdən sonra boş şüşələri onun üzərinə atıb. Bu zaman xanım hamilə olduğunu bildirib. Şikayətçinin sözlərinə görə şiddətə məruz qaldığı belə insidentlərdən biri zamanı övladını itirib. O, 17 ay birgə yaşadıktan sonra Kaliforniyada yaşadıkları villadan qaçmağa qərar verib. Məlumata görə qadının valideynləri və qohumları dəfələrlə ona Kaliforniyada polisə müraciət etməyi tövsiyə ediblər. Lakin o Bakıya qaçaraq xilas olub. Qeyd olunub ki, Pənahovun oğlu Bakıda olan həyat yoldaşına zəng edərək onu hədələyib. Nəticədə qadın boşanma iddiası ilə Binəqədi rayon məhkəməsinə müraciət edib. Qeyd edək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub. Daha sonra Los Anceles'e köçüb.